Bismillahirrahmanirrahim. Və salatu və selamu alə mən lə nəbiyə ba'dahu. Əziz və hörmətli müsəlmanlar, Uca Rəbbimiz Quran-ı Kərimdə insanlara çağırış edir və buyurur ki, Əfəhəsibtum ənəmə xalaqnəkum abəsən və ənəkum ileynə lə turcaun. Allah buyurur ki, məcr elə hesab edirsiniz ki, biz sizi əbəs yerə yaratmışıq və siz bizə qaytarılmayacaqsınız. Bəzi insanlar elə düşünürlər ki, onlar bu dünyaya əbəs yerə gəliblər. Yəni, boş yerə yaradılıblar. Məqsədsiz yaradılıblar. Yaradılışda heç bir məqsəd yoxdur. Heç bir vəzifə yoxdur. Bəzi insanlar belə düşündüklərinə görə Allah onlara sual verir. Sual verir ki, ey insanlar, biz sizi əbəs yerə yaratmışıq. Belə düşünürsünüz. İnsana sualdır bu. Amma insan düşünməlidir. İnsan düşünməlidir ki, bu həyatdadır. Nəfəs alır, görür, eşidir, düşünür. Amma bir vaxt bunların heç biri yox idi. Sən yox idin. Adın yox idi. Səsin yox idi. Heç bir seçimin yox idi. Sonra sən həyata gətirildin. Allah səni dünyaya gətirdi. Sən bunu istədinmi? Doğulmağına sən qərar verdinmi? Vücudunu, ailəni, gəldiyin zamanı sən seçdinmi? Əlbəttə ki, xeyr. Ona görə Allah buyurur ki, Əfəhəsibtum ənəmə xalaqnəkum abəsən. Elə düşünürsünüz ki, biz sizi əbəs yerə yaratmışıq. Bu ayə təhdid deyil. Bu ayə məcburiyyət deyil. Bu ayə sualdır. Allah insana əmr etmir ki, kör-körana inansın. Allah insana düşünməyi təklif edir. İndi düşün. Əgər bu həyat məqsədsizdirsə, niyə haqsızlıq səni narahat edir? Niyə zülm görəndə qəlbin sıxılır? Niyə içində bir səs deyir ki, bu belə olmamalıydı? Əgər hər şey təsadüfdürsə, bu ədalət hissi hardandır? Bir anlıq təsəvvür et, hakimi olmayan bir məhkəmə, qanunu olmayan bir cəmiyyət, hesabı olmayan bir həyat. Necə olar? Əlbəttə ki, doğru olmaz, düzgün olmaz. Ona görə Allah buyurur ki, insan elə zənn edir ki, biz onu başlı başına buraxacağıq. Yəni, sorğu-sualsız buraxacağıq. Yəni, insan məsuliyyət daşıyır. İnsan bu dünyaya boşu-boşuna gəlməyib. İnsan mükəlləfdir. Allah insanı mükəlləf edib. Ona görə, ey insan, düşün, sən bu dünyaya əbəs yerə gəlməmisən. Və bu kainat da əbəs yerə yaradılmayıb. Göylər, yerlər əbəs yerə yaradılmayıb. Bir kainata bax. Bax bir ulduza. Bir ulduz yolundan çıxsa, nizam pozular. Günəş biraz yaxın olsa biz yanarıq. Biraz uzaq olsa donarıq. Bir gecə ilə gündüzün dəyişməsinə bax. Allah gecəni bizim üçün yaradıb ki, rahatlanaq. Gündüzü də bizim üçün yaradıb ki, ruzu qazanaq. Yəni, insan bunları düşünməlidir. Düşünməlidir ki, bunların hamısının məqsədi var. Bu kainatın, bu aləmin, bu qədər yaradılışın hamısının bir mənası var, bir hikməti var. Və onun içindəki insanın da bir mənası var. Yəni, bu dünyaya gəlişinin bir mənası var, ey insan. Sənin bu dünyaya gəlişinin mənası uca Rəbbinə ibadət etməkdir. Uca Rəbbini razı salmaqdır. Allah səni kör yaratmayıb. Allah səni ağılsız yaratmayıb. Allah səni başıboş buraxmayıb. Sadəcə sənə xatırladır. Bəzən insan inanmıram deyir. Amma əslində hesabdan qaçmaq istəyir. Çünki insan məsuliyyət istəmir. Çünki iman etmək məsuliyyət tələb edir. Əgər iman etsən, məsuliyyətin olacaq. Bəzən insan iman etmir ki, çünki iman dəyişməkdir. Sən iman etsən, həyatın dəyişəcək. Sən iman etsən, haramlardan uzaq olacaqsan. Sən iman etsən,
haram yeməyəcəksən. Sən iman etsən, oğurluq etməyəcəksən. Sən iman etsən, zülm etməyəcəksən. Və sən iman etsən, rüşvət almayacaqsan. Və sən iman etsən, zina etməyəcəksən. Yəni, iman insanı dəyişdirir. Amma nəfs isə insanı pisliklərə əmr edir. Ona görə bəzən insan iman etmək istəmir, özünü dəyişmək istəmir. Çünki iman insanı dəyişdirir. Həmçinin iman insanı dayandırır. İman dayanmaq deməkdir. Dayanırsan, haramların qarşısında dayanırsan və Allahın əmrlərinə itaət edirsən, Allahın əmrlərinə riayət edirsən. Ona görə insan düşünməlidir. Düşünməlidir ki, Allah insana möhlət verib, onu boşu-boşuna yaratmayıb və Allah bizi imana çağırır, Allah bizi tövbəyə çağırır və hər gün, ey insan, səhər, axşam sən tövbəyə çağırılırsan. Hər gün gecə sən tövbəyə çağırılırsan. Bunu sən anlamalısan, bunu bilməlisən. Allah səni hər gün çağırır. Hər gün səni çağırır. Və sən bunu düşün. Düşün və nə qədər gec deyil, uca Rəbbinə qayıt. Səni yaradana qayıt. Səni yoxdan xəlq edənə qayıt. Sənə sürət verənə qayıt. Sənə rəhm edənə qayıt. Qayıt ki, həm bu dünyada xoşbəxt olasan, həm də axirətdə xoşbəxt olasan. Yenidən Allah Quran-ı Kərimdə buyurur ki, Möminin surəsi 115-ci ayəsində Əfəhəsibtum ənəmə xalaqnəkum əbəsən və ənəkum ileynə lə turcaun. Məgər elə hesab edirsiniz ki, biz sizi əbəs yerə yaratmışıq və siz bizə qaytarılmayacaqsınız. Bu ayə haqqında ey insanlar, düşünün.